Salam, mən Abdullayev Azad Zadiloğlu. Video müraciətimi izləyən hər bir kəsdən artıqca xahiş edirəm ki, bəyənib paylaşın, səsimiz müvafiq qurumlara, müvafiq yerlərə, müvafiq kəslərə gedib çatsın. Müvafiq qurumlar deyəndə ki, müvafiq qurumların hamısının qəbulunda olmuşam, qurum rəhbərlərinin, Ədliyyə Naziridir, Ombudsmandır, yəni baş prokurorlar hamısının qəbulunda olmuşam. Mənə olunan hədə-qorxulara görə məmurlar tərəfindən cənab Fiyyat Eyvazovun da 2 dəfə qəbulunda olmuşam. Müvafiq kəs deyəndə isə mən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevi və birinci vitse-prezident Mehriban xanım Əliyevanı nəzərdə tuturam. Cənab prezident, bildirmək istəyirəm ki, vətəndaş olaraq Azərbaycan Respublikasında nə hüquqlarımız qorunur, nə təhlükəsizliyimiz tam təmin olunur, nə haqlarımız qorunur. Haqlı olduğumuz halda haqsız duruma düşürük. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məmurları əmla kimi mənimsəyib, bioloji müxtəlifliyin qorunması xidmətinin kiçik qızlağat balıq artırma təsərrüfatı mənə dəymiş ziyana görə məhkəmə qətnamaları var. 5 ildən artıqdır ki, əvvəlki çıxışlarımda da bildirmişəm. Məhkəmə qətnamaları Lənkəran İcra Prokurorluğu şöbəsində idi. Bugünkü günə qədər aparılan bütün tədbirlər Ekologiya Nazirliyi məmurlarının, Ekologiya Nazirliyinin sifarişləri əsasında aparılıb, onların mənafeyini qoruyaraq aparılıb, onların tərəfindən demək olar ki, aparılıb, mənim xeyrimə güya təqdimat məhkəmələr verdikləri halda, onların əmlaklarına həbs qoyduğu halda, heç bir halda Lənkəran İcra Prokurorluğu şöbəsi məhkəmə iclaslarında öz təqdimatlarını təmin eləməyiblər. Təmin olunmasını istəməyiblər. Hətta 2022-ci ildə məhkəmə qətnaması qüvvəsini alıb, Lənkəran rayon məhkəməsi tərəfindən kiçik qızlağat balıq artırma təsərrüfatının əmlaklarına həbs qoyulub, mənə təklif də olunub, qəbul da eləmişəm. Sonradan nə oyun çıxardılıbsa, Lənkəran İcra Prokurorluğu şöbəsi bunu hərraca göndərdi, satılmadı deyə məhkəmə qətnamasını atıb bir tərəfə onun üstündən keçmək istəyir. Bugün Lənkəran İcra Prokurorluğu şöbəsi məhkəmə qətnamalarını icra eləyə bilmir deyə Şirvan Kommersiya Məhkəməsinə geri qaytarıb. Elə adın qoyuyoruz ki, biz acizik, borclu təşkilat dövlət qurumudur, biz də dövlət qurumuyuz, sabah bizim aramızda intriqa yarana bilər. O nöqteyi nəzərdən biz məhkəmə qətnamalarını icra qorxumuzdan eləmirik və biz buna acizik. Niyə adın qoymuşsunuz ki, icra eləmək mümkün deyil? Niyə icra eləmək mümkün deyil ki, 5 ay bundan qabaq siz özünüz də gördünüz ki, kiçik qızlağat balıq artırma təsərrüfatına Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 1 milyona yaxın pul ayrılmışdı ki, yenidən təmir üçün. Hətta təmir gedəndə mən də oradaydım, sizin iştirakınızla bir yerdə idik orada. Əgər bunların büdcəsində pul yoxdursa, bunların büdcəsinə inkasso sərəncamı qoyulur, əgər bir nəticə vermirsə, onda bu pul bunlara hardan ayrılır? Onda bu 30'a yaxın işçi, 40'a yaxın işçi maaşları təmin olunur, hardan alınır? Bunların kommunallıq xərcləri necə verilir? Bunun işıq pulusu, qaz pulusu, digər işləri necə verilir bunların? Niyə Lənkəran İcra Prokurorluğu şöbəsi deyir ki, inkasso sərəncamı nəticə vermir? Deyim niyə? Həmişə İcra Prokurorluğu şöbəsi dövlət qurumlarından belə hallarda öz aralarında olan sazişlərə görə üzə çıxardmırlar. Nəyin nəticəsində, nəyə görə, hansı hörmətə görə, hansı xərcliyə görə bilmirəm, inkasso sərəncamı qoyan deyirlər ki, yoxdur, onların bank hesabı gizladılır. Bunlar həmin borclu olan qurumla icra məmurlarının arasında olan sazişdir, doqovordur, deyirlər ki, bu nəticə vermir. Hal-hazırda siz də gördünüz ki, orada 1 milyona yaxın pul ayrılıb, yenidən təmir olunur o boyda zavod. Bugün Ekologiya və Təbii Sərvətlər Nazirliyi məmurları məni xüsusunda kiçik qızlağat balıq artırma təsərrüfatının rəhbəri Abbasov Dadaş əmla kimi mənimsəyən, vəzifəsindən sui-istifadə eləyən, belə Ekologiya Nazirliyində kimlərəsə bağlı olan,
Hətta bu boyda saxtakarlıqlara görə, bu boyda özbaşınalıqlara görə nə bir məsuliyyətə cəlb olunan, bütün dövlət orada bioloji müxtəlifliyin qorunması xidmətinin keçir rəhbəri Firidun Əliyev də indiki Xalid familiyasını bilmirəm. Xalidin oyunu qəbulunda olan hamı bunun tərəfini saxlayırlar. Deyirəm, ay kişi, bu adam əmlakı mənimsənilib, məhkəmə qətnamələrinin əsasında Şirvan Kommersiya Məhkəməsində bunun özbaşınalıqları sübuta yetirilib. Bir ildən çox apellyasiya məhkəməsi çəkib, bunu hər gətirdiyi sənədin əsasında İsmail Əhmədov apellyasiya məhkəməsinin hakimi sorğu göndərib, bunun saxtakarlıqları üzə çıxardılıb, bu hələ də vəzifəsidir, heç bir bunun haqqında tədbir görülməyib. Amma siz yenə də bunun tərəfini saxlayırsınız, bunun beli kimə bağlıdır bilmirəm. Bir gün mənə də məhkəməyə də verib ki, gör mən TikTok sosial şəbəkəsində, YouTube'da, Facebook'da, Instagram'da etdiyim çıxışlarda bunun adını çəkirəm. Bu da bunların və digərlərinin işgüzar həyatlarına və şərəf və ləyaqətinə xəlaldır və buna görə də məndən 8.000 manat təzminat istəyirlər. Yaxşı, oğru elə də bağırdı ki, doğrunun bağrı yarıldı. Niyə siz məmur olaraq, dövlət qurumu olaraq sizə verilən imtiyazlardan bir belə istifadə edirsiniz, vətəndaşın əmlakını mənimseyirsiniz, vətəndaşa dəymiş ziyan var, məhkəmə hökm və qətnamələri var, siz buna icra eləmirsiniz, vətəndaş məcbur olub sosial şəbəkələrdən səsini çatdırmaq istəyir. Çünki yazdığımız, cənab prezidentə yazdığımız məktublar itibata gedib çatmır. Mümkündür, Çin səddini yarıb keçmək mümkündür, Azərbaycan Respublikasının prezidentinə məktub göndərib çatdırmaq mümkündür. Yenə deyirəm, Çin səddini yarmaq mümkündür, Mehriban xanıma məktub vermək mümkündür. Çünki cənab prezident boğurlar. Dövlət qurumları məktubları götürürlər, imkan vermirlər ki, vətəndaşlardan gələn müraciətlər, şikayətlər sizə çatsın. Hər kəs öz əleyhinə olan məktubları oğurlayır. Ona görə deyirəm, Çin səddini yarmaq mümkündür. Sizə məktub çatdırmaq mümkündür. Elektron müraciətlər edirik, boğulur, səsimiz sizə çatmır. Bəlkə mən minlərlə sizə məktub yazmışam. Yəni mümkündür, boğulurlar. Sizin dəftərxanada boğulurlar bunu. Sizin də bundan xəbəriniz yoxdur. Amma dövlət qurumlarının hamısının xəbəri var. Hər kəsin orada öz adamı var. İmkan vermirlər ki, sizə vətəndaşlardan gələn şikayətlər çatsın. Biz də məcbur oluruq, sosial şəbəkələrdən səsimizi çatdırırıq. İndi bugünkü gündə mənə deyirlər ki, bizim şərəf və ləyaqətimiz tapdanır. Siz bizim sosial şəbəkələrdə dövlət məmuru, kiçik qızlağat balıq artırma təsərrüfatının rəhbəri, mən nə bilim, nazirliyin əməkdaşı, sən bizim adımızı çəkirsən şəxsən, ona görə də bizə 8.000 təzminat ver. Bir gün 8.000-ə şərəf və ləyaqətini satan sabah neyniyər? Həmin o şərəf və ləyaqətin 8.000-ə satan vətəndaşa dəymiş ziyanı ödəmək istəyər. Çünki bunların şərəf və ləyaqəti puldur. Bunların şərəf və ləyaqəti puldur. Bunlar puldan başqa heç nə bilmirlər. Bunlar vətəndaşı əzməkdən başqa, vətəndaşın civindən tutub almaydan başqa heç nə bilmirlər. Bunlardan fərqli olaraq biz borcu olsaydı dövlət qurumuna, hər hansı bir dövlət qurumuna, banka, mən nə bilim, maşın cəriməsi yenə deyirəm, başqa bir nə olursa olsun fərqi yoxdur. 1 manatdan tutmuş 10.000-ə qədər, 1000 manata qədər anamızı ağladardılar icra məmurları. Şalvarımızı satdırardılar icra məmurları. Pencəyimizi çatdırardılar. Son qəpiyimizi, evimizi də satdırıb ödətdirərdilər. Necə ki, 8 mayda Kommersiya Məhkəməsinin hakimi Zaur Abbasov Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Kiçik Qızlağat Balıq Lənkəran İcra Prokurorluğu şöbəsinin məmurlarına bildirdi. Dedi, vətəndaş olsaydı biz onun evini də satdırıb ödətdirərdi. Amma dövlət qurumusunuz, niyə ödəmirsiniz? Çünki Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev hala 2023-cü ildə mənə bildirmiş ki, biz dövlətik. Dövlət vətəndaşa pul vermir. Deməli, dövlət məmurları, dövlət qurumları vətəndaşın əmlakını mənimsəyə bilər, evin, hər nəyin əlinə ala bilər. Dövlətin qətnamması olsa icra eləməməlidir. Niyə? Nə üçün? Heç Afrikanın cümhuriyyə məşələrində belə bir qanun yoxdur. Əgər bir dövlətin məhkəmə qətnaması çıxırsa, bu şəxs olunmur. Bu icra olunur. Bütün dünyada budur. Bir də Azərbaycandan başqa.
Amma vətəndaş olsa, vətəndaşı icra elətdirərlər. Anasını ağladıb icra elətdirərlər icra məmurları. İndi günün bu əvvəllər Abbasov Dadaş Nasifoğlu Lənkəran İcra Məhkəməsində bildirmişdi. Hələ Mütəllib İsayevin məhkəməsi idi. Məhkəmə zalında bildirdi ki, dövlət və nazirlik pul alır, pul vermir. Ged ağlığı başlayır. Naziri belə deyəndə, məmuru da belə deyər. Məmuru mənə deyir ki, səni başqa torba sağlar aparır. Biri mənə deyir, səni gedər gəlməzə göndərir. Budur bunların Azərbaycan Respublikasının qanunlarına verdiyi qiymət. Budur bunların Azərbaycan Respublikasının prezidentinin vətəndaşları haqqında dediyi sözlərə verdiyi qiymət. Nə qədər prezident deyir ki, vətəndaşlarla yola gedin, vətəndaşların işin görün. Bunlar üçün xeyri yoxdur. Yenə deyirəm, bu qulaqlarına, bu qulaqlarına verirlər. Çünki dövlət məmuruyuz. Bizim nə qorxumuz var, bizə kim nə eləyə bilər ki? Firidun Əliyev dəfələrlə mənə demişdi, ilin sonuna qədər xeyri olmadı. Neçə dəfə 2022-də deyib, 2023-də deyib. İndi Xalid, onun yerinə, familiyasını bilmirəm, təyin olunan. Aprelin əvvəlindədir ki, Abdullayev sənin dəymişsiyan aprelin sonuna kimi ödəniləcək. Amma nə oldu? Lənkəran İcra Prokuror şöbəsi məhkəmə qətnamələrini geri qaytardı. Yenə deyirəm, məhkəmə qətnamalarında iştirak edənməyən İcra Prokuror şöbəsi 3 nəfər, 4 nəfər Ekologiya Nazirliyindən, Kiçik Qızılağac Balıq Artırması tərəfindən 10 nəfər bir dənə quzuya cuman canavarlar kimi cumublar məhkəmə zalında mənim üstümə. Hərə bir tərəfdən. Çünki niyə məhkəmə qətnamalarını boğmaq istəyirlər? Azərbaycan Respublikasının konstitusiyasını tapdalanmaq istəyirlər. Məhkəmə qətnamalarını tapdalanmaq istəyirlər. Mən buradan üzümü Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova tutaraq müraciət edirəm. Cənab Prezident, Cənab İnam Kərimov, xahiş edirəm, Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə hökm və qətnamaları Şirvan Kommersiya Məhkəməsi tərəfindən yenidən icra prokuror şöbəsinə yönəldilsin və 2022-ci ildə qanuni qüvvəsini almış məhkəmə qətnamasına əsasən Kiçik Qızılağac Balıq Artırma Təsərrüfatının əmlaklarına qoyulan həbsə görə əmlaklar yenidən mənə təklif olunaraq təhvil verilsin. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 2024-cü il aprel ayında çıxardılmış qərarına əsasən bildirirəm bunu. Çünki orada bildirilir ki, həmin qərarda bildirilir ki, borclu təşkilatın və ya şəxsin əmlakları tələbkara verilməlidir. Ona görə də qanuni qüvvəsini almış məhkəmə qətnamasına görə həmin əmlakları tələb eləyirəm. Əks halda Azərbaycan Respublikasının prezidentinə və İnsan Hüquqları üzrə müvəkkil Ombudsman Səbinə xanım Əliyevəyə üzümü tutaraq bildirirəm ki, məhkəmə qətnamaları icra olunmadığı təqdirdə, hüquqların qorunmadığı təqdirdə xahiş edirəm məni Azərbaycan Respublikasının vətəndaşlığından azad edəsiniz və mühacir kimi hər hansı bir ölkəyə, istənilən ölkəyə göndərəsiniz. Mən hüquqlarımın tapdalanmasına görə, qanunların tapdalanmasına görə, mənə dəymiş ziyana görə məhkəmə qətnamaları olduğu halda dövlət qurumları və məmurları tərəfindən icra olunmamasına görə dözə bilmirəm və Azərbaycan Respublikasının vətəndaşlığından əks halda imtina etmək istəyirəm.